Salam kanalımızın izləyiciləri, hər vaxtınız xeyir olsun. Bugün Abşeron rayonu Masazır qəsəbəsində, Masazırda mərkəzi yolun tam kənarında, Qurtuluş 93 yaşayış kompleksinin tam arxa hissəsində, məktəbə, marşruta, bütün yaşayış obyektlərinə çox yaxın bir məsafədə yerləşən, belə gözəl həyətyanı sahəsi olan, gözəl 2 mərtəbə 4 otaq evimizin çəkilişinə gəlmişik. Bura evin həyəti, yəni gördüyünüz çöldəki həyətyanı sahədə bu evə aiddir. İstifadə etmiyorlar rahatlıqla. Həyət tamir daşlarla. Üzlərin kanalizasiya mərkəzidir. Qaz, su, işıq daimidir. Hündür zilyanlar. Bir neçə daş hündür kürsü üzərində iş olunur. Evin sənəti çıxarıcı küçədir. Daxil olaraq həqiqətən kifayət qədər genişli dəhliz döşəmə istif oldu. Ümumilikdə 2 mərtəbə, 4 otaqdan ibarətdir. Bura birinci mərtəbədə yerləşir. Qonaq otağı şəbəkə pəncərədə öz həyətinə baxır. Və evin üstünlüklərindən biri də odur ki, pəncərələrin hər birinin, hər mərtəbədəki pəncərələrin qarşısı açılır. Yəni, həyətyanı sahəyə baxır. Mətbəx döşəmə istif oldu. Birinci mərtəbədəki sanitar qovşağı və hamamı göstərək. Evin keyfiyyətinə söz ola bilməz, sırt qoşadaşla tikilmiş bir evdir. Mərtəbələr arası betonla aiddir. Yəni, evin yerləşdiyi ərazisinə görə, həyətyanı sahəsinə görə həqiqətən çox ideal bir qiymətə təklif olunur. İkinci mərtəbədə yerləşən sanitar qovşağı və hamamı. İkinci mərtəbədə 3 yataq otağı yerləşir. Otaqlardan birincisi gördüyünüz kimi pəncərənin qarşısı açıqdır. Yaşıllığa, həyətyanı sahəyə baxır. Otaqlardan ikincisi və keçən sonuncu, üçüncü otağa həqiqətən kifayət qədər genişdir. Eyvan sahəsində çıxışına var. Yəni, ev elə bir yerdə yerləşir ki, məktəbin, marşrutun, bütün yaşayış obyektlərinin bir addımlığında yerləşir. Və keçək ən sonunda qiymət 125 manata təklif olunur. İnşallah real alıcılara indirim olunacaq. Sağ olun, kanalımıza dəstək olmağı unutmayın ki, belə gözəl ev və mənzillər sizinlə qarşınıza çıxsın. Sağ olun, sağlıqla qalın.